Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Müğənni İradə İbrahimova yeni paylaşımıyla diqqət çəkib. Xəbər verilir ki, o ad çəkmədən atmaca adab. Zamanın tərs, söhbətin faydasız, hər kəsin bezgi və hər başın bir ağrı daşıdığını görüncə evimə qapanıb insanlığımı, onurumu, etibarımı qorudum deyə sənətçi qeyd edib. Müğənni Aynur Dadaşova televiziya efirində duyğularına hakim ola bilməyib. Xəbər verilir ki, sənətçi qonaq olduğu günə uğurla verilişində gövrək anlar yaşayıb. İfaçı mərhum atası və bacısı haqqında danışarkən göz yaşlarını saxlaya bilməyib. O bildirib ki, atasının xəstəliyi dövründə pandemiya səbəbindən lazımi tibbi müayinələri təşkil edə bilməməsi onu ən çox sarsıdan məqam olub. İmkanım olmadı ki, atamı müayinə etdirim. Pandemiya dövrünə təsadüf etdi. Bu mənə ən çox təsir edən məsələdir. Aynur Dadaşova dünyadan erkən köçən bacısından da danışaraq ağlayıb. Bacısının əşyasının ona təqdim olunması sənətçini daha kədərə boğub. Studiyada emosional anlar yaşanıb və sənətçinin səmimi etirafı tamaşaçıları da kövrəldi.